Açı sen neden narazısan bir danışaq bir həll eləyək bir yolunu tapaq da. Nədir bu arvad kim deyinirsən? Ay yox, mən sən neçə dəfə fikir vermişəm, sən həmişə bunu eləyirsən ya. Ay yox, lazım olan mən sən benzin pulu da verirəm. Bundan yaş yaşdı. Sən niyə belə deyilən yerə məni aparmısa eləmirsən? Bu zibildi, bu da maşının istədiyin yerə gedirik. Nə istəyirsən? Bir onu izah elə mənə. Yox, bırak, sənlə bizi belə alındıra bilməyəcəyik. Bax, hər şeyini eləyirəm. Bax, benzin puluna kimi verirəm. Bax, eləmirsən, burası aparmırsan da yol pulunu da verirəm. Taksidə işləyirsən, açırsan. Yox, düzün de, mən sən gözündə adam. Bu nətər ürəyim patlayır ya. Vapşen bilsən nə var? Sən nə gülsən ha? Mənə köhnə sevgilim yadıma salsan ya. Sən nə gül? Brat o da beləydi, belə naz eləyirdi, sonra məndən belə dava salırdı. Gözəl günlər idi sənə. Mən onu geri istəyirəm ya. Çox gözəl günlər idi. Ondan belə yazışırdım, eləyirdim. Günlərim çox maraqlı keçirdi belə. Gör nə pis darıxmışam mən. Sənin bu danışıq tərzin, belə deyinməyin, nə bilim, belə mənə köhnə sevgilim yadıma salır. Həmişə yazışdığın Zeynəb deyirsən? Düz tapdın Brat. Ha, TikTok'da tanış olub məni təriflədiyin qız deyirsən də? Odur. Aha. Brat, indi sənə xəbərin yoxdur. Amma o yazışdığın Zeynəb var ya. O pısatsa yanında oturub.